Kişi sonsuzluğu ilə əlaqədar apardığımız müalicələr barədə danışmaq istəyirəm. Əvvəla qeyd edeyim ki, bizim apardığımız müalicələrdə kimyəvi, hormonal, dərman vasitələrindən istifadə eləmirik. Ancaq təbii vasitələrdən istifadə edirik. Elədiyimiz təbii vasitələrin insan orqanizminə heç bir ziyanı yoxdur, heç bir problem yaratmır, xəstəlik yaratmır. Bunlar heyvan orqanlarından, bitkilərdən alınan təbii dərman vasitələridir, Almaniya istehsalıdır. Bu vasitələrdən istifadə edərək biz kişilərdə spermanın əmələ gəlməsini, onun keyfiyyətinin yaxşılaşmasını təmin edirik, stimullaşdırırıq. Daha sonra kiçik çanaq orqanlarındakı qan durğunluğunu aradan qaldırırıq. Bundan əlavə bu dərmanlardan başqa istifadə elədiyimiz vasitələrdən biri də zəli terapiyasıdır. Zəli terapiyasının köməyi ilə kiçik çanaqda, xayalarda, prostatda qan dövranını artırırıq. Bu orqanlarda olan iltihabi prosesi aradan qaldırırıq və nəticədə bu orqanların normal fəaliyyətini təmin edirik. Bildiyimiz kimi insan orqanizmi belə qurulur. Orada iltihab varsa, durğunluq varsa, iş pozğunluğu varsa, həkimin vəzifəsi ancaq bundan ibarətdir ki, həmən iltihabı, durğunluğu, iş pozğunluğunu aradan qaldırsın. Durğunluq, iltihab aradan qalxandan sonra orqan, sağlam orqan, yəni orqan sağaldıqdan sonra öz funksiyasını təbii şəkildə yerinə yetirəcəkdir. Və bizim müalicəmiz buna əsaslanır ki, orqanlarda, kişi cinsi orqanlarında olan iltihabi prosesləri, durğunluğu, iş pozğunluğunu aradan qaldıraq. Bunları aradan qaldırandan sonra orqanlar öz normal funksiyasını, yəni öz işini bərpa edir və bunun da nəticəsində pasientdə spermanın keyfiyyəti yaxşılaşır, onun hərəkət faizi yaxşılaşır və sonsuzluğa son qoyulur.